Dekabrın 11-də Bakıda və Abşeronda bəzi yerlərdə fasilələrlə yağış yağacaq. Milli Hidrometeorologiya Xidməti bildirir ki, gecə yarımadanın ayrı-ayrı yerlərində yağış leysan xarakterli intensiv olacaq, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-9, gündüz 10-12 dərəcə isti, atmosfer təzyiqi isə 765 mm civə sütunu olacaq. Naxçıvanın bir çox ərazilərində sabah yağış yağacaq, temperatur 9-11 dərəcə isti olacaq. Azərbaycanın bəzi rayonlarında havanın yağıntılı olacağı, dağlıq ərazilərdə yağışın qarla əvəzlənəcəyi, ayrı-ayrı yerlərdə yağıntıların intensiv və çox güclü olacağı gözlənilir. Səhər yağıntılarda fasilə olacaq. Gündüz əksər rayonlarda hava yağmursuz keçəcək, bəzi yerlərdə duman müşahidə olunacaq, qərb küləyi əsəcək. Temperatur gecə 3-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti olacaq.